Aşura günündən öncəki gecə Tasua gecəsi. İmam Hüseyn əleyhissalam öz əshabını yığdı bir yerə və öz əshabına buyurdular ki, bu cəm ki var, sabah bunlardan heç kəs diri qalmayacaq. Sabahları sizin hər birinizin ölüm sorağınıza gələcək. Və hər kəs istəyirsə yaşasın, elə bu gecə ayrılsın. Hər kəs getsin, kim getmək istəyirsə. Və bir dəstə ayrıldı İmam Hüseyn əleyhissalam. İndi bu günləri ki biz deyirik, ey kaş orada olaydıq. Ey kaş imamın əshabından olaydıq, imamı biz müdafiə eləyirdik. Çox təəssüf, bir dəstə imamdan ayrıldı. Öz imamını, Peyğəmbərinin balasını. Təsəvvürlə o ayrılanların içində bəzi şəxslər var idi ki, onlar gözləri ilə görmüşdülər ki, Peyğəmbər salavatullah İmam Hüseyn əleyhissalamı necə nəvaziş edirdi. O məhəbbəti görmüşdülər. Amma Aşura günü onlar imamı tərk edildilər. Getdilər. Ölüm olan sorağına gəlmədi. Həmən şəxslər bir gün ölmədi. Öldülər. Amma ölməkləri ilə də unuduldular. İndi bu günləri tarixdə biz baxsaq, onların heç birisinin adını heç bir yerdə görə bilmərik. O şəxslər ki, Aşura günü günortaya qədər İmam Hüseyn əleyhissalamın yanında qalmışdı, tarix kitablarında bir-bir adları zikr olunur. Rəhmət deyirik ona. 1400 ildir rəhmət deyirik.